Herkese salam. Biz bugün Levillər kitabı 3-cü hissəni və son hissəni Levillər kitabından davam edirik. 21-ci fəsildən yadınızdadırsa əgər biz Levillər kitabında qalmışdıq. Kəffarə günü ilə təqdis olunma və ibadət haqqında qanunlar. 3-cü hissədə bunları keçəcəkdik və bugün onu keçəcəyik. Kahinlərə aid qanunlar. Rəbb Musaya dedi: Harun nəslindən olan kahinlərə bəyan edib belədir: Qoy kahinlər öz xalqı arasından olan hər hansı bir meyitə görə özlərini murdar etməsin. Ancaq kahinin yaxın qohumu, anası, atası, oğlu, qızı, qardaşı yaxud da yanında yaşayan subay bacısı ölsə, kahin o ölüyə görə özünü murdar edə bilər. Qoy o xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin. Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar, özlərinin Allahı üçün müqəddəs olsunlar və onun adını ləkələməsinlər. Çünki onlar özlərinin Allahına pay, Rəbb üçün yandırma təqdimi gətirirlər. Buna görə də müqəddəs olsunlar. Kahin fahişəni yaxud ləkələnmiş və ya ərindən boşanmış qadını da arvad almasın. Çünki kahin Allahı üçün müqəddəsdir. Onu müqəddəs say. Çünki Allahına gətirilən payı təqdim edən odur. O sənin üçün müqəddəs olsun. Çünki mən sizi təqdis edən Rəbb müqəddəsəm. Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın. Qohumları üzərində olan, başında məs yağı ilə məs olunan və müqəddəs geyimləri geyən vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə dəynindəki geyimini cırsın. Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin. O müqəddəs məkanı tərk etməsin və Allahın müqəddəs məkanını ləkələməsin. Çünki Allahın nişanəsi olan məhz yağ üzərindədir. Rəbb mənəm. Bu kahin bakirə qız alsın. Dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox. Yalnız öz xalqından olan bakirə qız alsın ki, onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb mənəm. Rəbb Musaya dedi: Haruna belə söylə, nəsildən nəslə övladlarından qüsuru olan adam Allahına pay təqdim etmək üçün yaxınlaşmasın. Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın. Nə kör, nə axsaq, nə eybəcər, nə əlil, nə əl-ayağından şikəst, nə qozbel, nə cırtdanboy, nə gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam. Yəni kahin Harunun nəslindən bədənində hər hansı bir qüsur olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun bədənində qüsur var. Buna görə də o Allahına pay gətirmək üçün yaxınlaşmasın. Belə adam Allahına gətirilən paydan həmən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər. Lakin o bədənində qüsur olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın ki, müqəddəs məkanlarımı ləkələməsin. Çünki onları təqdis edən Rəbb mənəm. Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi: Təqdimlərin və qurbanların müqəddəsliyi barədə. Rəbb Musaya dedi: Harunla oğullarına söylə ki, İsrail övladlarının mənim üçün təqdis etdikləri müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb mənəm. Onlara de: Nəsildən nəslə İsrail övladlarının Rəbb üçün təqdis etdikləri müqəddəs şeylərə murdar halda yaxınlaşan hər hansı bir övladınız mənim hüzurumdan qovulsun. Rəbb mənəm. Harun nəslindən iyrəncləri xəstəliyi yaxud xəstəliyə görə bədən axıntısı olan heç kəs pak olana qədər müqəddəs yeməkdən yeməsin. Meyitə görə murdar olan şeyə toxunan hər kəs, toxumu tökülən hər kəs, onu murdarlayan, qaynaşan heyvana və yaxud hər cür murdarlığı olan insana toxunan hər kəsdə, belə şeylərə toxunan hər adam axşamadək bədənini yumayınca murdar sayısın və müqəddəs yeməkdən yeməsin. Günəş batanda isə o adam pak sayılsın, sonra müqəddəs yeməkdən yesin, çünki bu onun xörəyidir. Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın ətini yeməsin. Rəbb mənəm. Mənim buyruğuma riayət etsinlər ki, onu ləkələdikləri üçün günahının cəzasını çəkərək ölməsinlər. Onları təqdis edən Rəbb mənəm. Heç bir kənar şəxs, nə kahinin qonağı, nə də onun muzlu işçisi müqəddəs yeməkdən yeməsin. Lakin kahinin satın aldığı ya da evində doğulan qul o yeməkdən yeyə bilər. Kənar adama ərə gedən kahin qızı müqəddəs təqdim yeməyindən yeməsin. Amma
dul qalmış və ya boşanmış, sonsuz qalaraq atasının evinə qayıdıb ailə üzvü kimi yaşayan kahin qızı atasının yeməyindən yeyə bilər. Lakin heç bir kənar şəxs ondan yeyə bilməz. Bilmədən müqəddəs yeməkdən yeyən adam 5də birini əlavə edərək əvəzini kahinə qaytarsın. Qoy kahinlər İsrail övladlarının Rəbbə təqdim etdikləri müqəddəs yeməyi ilə gələməsinlər. Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına qoymasınlar. Çünki onları təqdis edən Rəbb mənəm. Rəbb Musaya dedi, Harunla oğullarına və bütün İsraillərə belə de, İsrail övladlarından yaxud İsraildə yaşayan yadellilərdən kimsənin yandırma qurbanı olaraq Rəbbə təqdim etdiyi hər əhdə görə təqdim və hər könüllü təqdim sizdən qəbul olunsun deyə ya malqaradan ya da qoyun keçidən qüsursuz erkək olsun. Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz. Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq malqaradan ya da qoyun keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun. Onun bədənində heç bir qüsur olmasın. Rəbbə kör, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmirovlu heyvanları təqdim etməyin. Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin. Malqaradan yaxud qoyun keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar. Lakin əhdini ödəmək üçün o qəbul olunmaz. Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin. Ölkənizdə buna yol verməyin. Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim etməyin. Çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz. Rəbb Musaya dedi, buzov, quzu ya da oğlaq doğularsa 7 gün anasının yanında qalsın. 8-ci gündən etibarən Rəbb üçün yandırma təqdimi kimi qəbul oluna bilər. Nə inək, nə qoyun, nə də keçi ilə balasını eyni gündə birlikdə kəsməyin. Rəbbə təşəkkür qurbanı gətiriləndə elə gətirin ki, o sizdən Rəbbə məqbul olsun. Qurbanın əti həmin gün yeyilsin, səhərə qədər saxlanılmasın. Rəbb mənəm, mənim əmrlərimə səy eləməli edin. Rəbb mənəm, mənim müqəddəs adımı ləkələməyin. Qoy İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb mənəm, Allahınız olmaq üçün sizi Misir torpağından çıxartdım. Rəbb mənəm, Rəbbin bayramları. Rəbb Musaya dedi, İsrail övladlarına belədir, Rəbbin təyin etdiyi bayramlar, mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın. Şənbə istirahət günü, 6 gün işinizi görün. 7-ci gün isə şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin. Pasxa və mayasız çörək bayramları. Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin. 1-ci ayın 14-ü axşam çağı Rəbbin Pasxa bayramıdır. Həmin ayın 15-i Rəbbin mayasız çörək bayramıdır. 7 gün mayasız çörək yeyin. 1-ci gün müqəddəs toplantınız olsun. Gündəlik işlərinizi görməyin. Bu 7 gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. 7-ci gün isə müqəddəs toplantınız olsun. Gündəlik işlərinizi görməyin. İlk dərzin həsr olunması bayramı. Rəbb Musaya belə dedi, İsrail övladlarına de, sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahininin yanına gətirin. O dərzi Rəbbin huzurunda yerlədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu şənbənin ertəsi günü yerlətsin. Dərzi yerlətdiyiniz gün Rəbbə bir illik qüsursuz erkək toğlu yandırma qurbanı kimi kəsin. Toğlu ilə birlikdə taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın 2/10 olan miqdarda narın un gətirin. Bu Rəbb üçün yandırma təqdimi onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın 1/4-ni gətirin. Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sümbül yeməyin. Bu, bütün yaşadığınız yerlərdə nəsildən nəslə sizin üçün əbədi qayda olsun. Biçin bayramı. Şənbənin ertəsi günü olan yadellidən dərzi gətirdiyiniz gündən tam 7 həftə, 7-ci şənbə gününün ertəsinədək 50 gün sayın. Sonra Rəbbə təzə taxıl təqdimi gətirin. Yaşadığınız hər yerdən yerlədib təqdim etmək üçün bir efanın 2/10-ni narın undan maya ilə bişirilmiş 2 kömbə çörəyi Rəbbə mübar təqdimi gətirin. Çörəklə birgə bir illik 7 qüsursuz toğlu, 1 buğa və 2 qoç təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır. Rəbbin xoşuna gələn ətir, yandırma təqdimidir. Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı üçün isə 2 bir illik toğlu
gətirin. Kahin bu iki toxumun nübar çörəyi ilə birgə Rəbbin huzurunda yerlədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun. Həmin gün özünüz üçün müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən nəslə sizin üçün əbədi qayda olsun. Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını bitməyin və bitindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəribələrə qalsın. Allahınız Rəbb mənəm. Şeypur çalınma günü. Rəbb Musaya dedi, İsa övladlarına belə de, 7-ci ayın 1-ci günü sizin üçün istirahət günü. Şeypur çalınma ilə qeyd olunan gün müqəddəs toplantı günü olsun. O gün heç bir gündəlik iş görməyin və Rəbb bütün yandırma təqdimi gətirin. Kəfarə günü. Rəbb Musaya dedi, İsa övladlarına de, 7-ci ayın 10-u isə kəfarə günüdür. Müqəddəs toplantınız olsun. Özünüzü hər şeydən məhrum edin və Rəbb bütün yandırma təqdimi gətirin. Həmin günü heç bir iş görməyin. Çünki bu Allahınız Rəbbin huzurunda sizin üçün kəfarə edilən kəfarə günüdür. Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun. O gün hər hansı bir iş görən adamı mən xalqı arasından yox edəcəyəm. Heç bir iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən nəslə sizin üçün əbədi qayda olsun. O gün sizin üçün şənbə istirahət günü kimidir. Özünüzü hər şeydən məhrum edin. Ayın 9-cu günü axşamdan ertəsi günün axşamına qədər şənbə günü kimi istirahət edin. Çardaqlar bayramı. Rəbb Musaya dedi, İsrail övladlarına söylə, həmin 7-ci ayın 15-ci günündən Rəbb üçün 7 gün çardaqlar bayramını keçirin. 1-ci gün müqəddəs toplantı günüdür. Gündəlik işlərinizi görməyin. Bu 7 gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. 8-ci gün isə müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür. Gündəlik işlərinizi görməyin. Bunlar Rəbbin təyin etdiyi bayramlardır. Bu zaman müqəddəs toplantı çağırıb hər birini öz günündə olmaqla yandırma təqdimlərini, yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin. Bunlar Rəbbin şənbələrinə və Rəbbə verdiyiniz bütün iyanələrə, bütün əhdlərin ödəmələrinə, bütün könüllü təqdimlərə əlavədir. Üstəlik 7-ci ayın 15-ci günü torpağın məhsullarını yığandan sonra 7 gün Rəbb üçün bayram keçirin. 1-ci gün və 8-ci gün istirahət günləri olsun. 1-ci gün gözəl ağacların meyvələrini, xurma ağaclarının budaqlarını, sıx yarpaqlı ağacların və çay kənarında bitən qovaq ağaclarının budaqlarını toplayıb Allahınız Rəbbin huzurunda 7 gün şənlik edin. Hər il Rəbb üçün bu bayramı 7 gün keçirin. Bu nəsildən nəslə sizin üçün əbədi qaydadır. Bu bayramı 7-ci ayda qeyd edin. 7 gün çardaqlarda qalın. Bütün yerli İsraillilər çardaqlarda yaşasın. Beləliklə sizin nəsilləriniz bilsin ki, mən İsrail övladlarını Misir torpağından çıxarandan sonra onları çardaqlarda yerləşdirdim. Allahınız Rəbb mənəm. Beləcə Musa İsrail övladlarına Rəbbin təyin etdiyi bayramlar barəsində nəql etdi. Rəbbin huzurunda yanan çıraq. Rəbb Musaya dedi, İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima hüzur çadırında şəhadət pərdəsinin bayır tərəfində yansın. Harun onu hər axşam Rəbbin huzurunda yandırıb səhərə qədər nəzarət etsin. Bu nəsildən nəslə sizin üçün əbədi qayda olsun. Rəbbin huzurundan xalis qızıldan düzəlmiş çıraqdandakı çıraqlara daim nəzarət edilsin. Təqdis çörəkləri. Narın un götürüb hər kökə bir efanın 2/10 qədər miqdarda 12 kökə pişir. Onları Rəbbin huzurunda xalis qızıldan düzəlmiş masaya 2 sıraya 6-6 qoy. Çörək sıralarının üstünə xalis kündür qoy. Çörəklərin üstündəki kündür Rəbb üçün yandırma təqdimi, çörək yerinə xatirə təqdimi olsun. Qoy bu çörəkləri hər şənbə günü daim Rəbbin huzurunda düzülsün. Bu İsrail övladları üçün əbədi əhddir. Bu çörəklər Harun övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs Harun övladları üçün əbədi paydır. Allaha küfr edənin sonu. Bir gün anası İsrailli, atası Misirli olan bir adam İsrail övladlarının arasına çıxdı. O, düşərgədə bir İsrailli ilə savaşıb Allahın adına küfür və lənət etdi. O adamı Musa'nın yanına gətirdilər. Onu anası Dan qəbiləsindən Dibri qızı Şelomit idi. Onun anası Dan qəbiləsindən Dibri qızı Şelomit idi. O adamı həbs edib Rəbbin qərarını gözlədilər.
Rəbb Musaya belə dedi: Lənət edəni düşərgədən kənara çıxar, qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin. İsrail övladlarına belə de: Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək. Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin. İstər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir. Başqa bir adamın canını alan hər kəs öldürülməlidir. Heyvanı öldürən isə can əvəzinə can olaraq zərər ödəsin. Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin. Sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş, o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun. Heyvan öldürən zərəri ödəsin, adam öldürən isə özü öldürülsün. Sizdə istər qərib, istər yerli üçün ədalət bir olsun. Çünki Allahınız Rəbb mənəm. Musa İsrail övladlarına bunu dedi. Lənət edəni düşərgədən kənara çıxarıb daşqalaq etdilər. Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladları buna əməl etdilər. Dinclik ili haqqında. Rəbb Sina dağında Musaya belə söylədi: İsrail övladlarına de, sizə verəcəyim torpağa daxil olanda bütün ölkədə şənbə günü kimi Rəbb üçün dinclik vaxtları olsun. 6 il tarlanı ək, üzümlüyün budaqlarını kəs və məhsulunu yığ. 7-ci ildə isə torpaq şənbə günü kimi dincə qoyulsun. Bu Rəbbin dinclik ilidir. Bu il sən nə tarlanı ək, nə də üzümlüyünü buda. Biçinindən düşən toxumdan bitən məhsulu biçmə və kəsilməmiş tənəklərdən salxımları yığma. Bu torpaq üçün dinclik ili olsun. Bu dinclik ilində torpağın verdiyi hər məhsul sizin üçün qida olacaq. Qulunuz, qarabaşınız, muzlu işçiniz, aranızda yaşayan gəlmənin, ev heyvanının və ölkədəki vəhşi heyvanın qidası olacaq. Azadlıq ili. Özün üçün 7 dinclik ili, 7 dəfə 7 il say. 7 dinclik ilinin müddəti 49 ildir. Sonra 7-ci ayın onu kəffarə günü bütün ölkənizdə yüksək səslə şeypur çaldırmaqla 50-ci ili təqdis edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün azadlıq ili olsun. Hamı öz mülkünə, öz ailəsinə qayıtsın. Qoy 50-ci il sizin üçün azadlıq ili olsun. O il heç nə əkməyin, düşən toxumdan bitən məhsulunu biçməyin, budanmamış meynələrinizdən yığmayın. Çünki bu azadlıq ili sizin üçün müqəddəs olsun. Tarlalarınızın verdiyi məhsulu yeyin. Bu azadlıq ilində hər kəs öz mülkünə qayıtsın. Kim torpaq sahəsini başqa adama satarsa, ondan alan soydaşına haqsızlıq etməsin. Alan şəxs azadlıq ilindən neçə il keçməsinə görə qiymətləndirib alsın. Satan isə məhsul götürəcəyi illərə münasib olaraq satsın. İllərin sayı çoxdursa qiyməti qaldır, azdırsa onu indir. Çünki o sənə satılan məhsulların miqdarıdır. Bir-birinizə qarşı haqsızlıq etməyin. Allahınızdan qorxun, çünki Allahınız Rəbb mənəm. Mənim qaydalarıma əməl edin, hökmlərimə səylə riayət edin ki, ölkədə arxayın yaşayasınız. Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız. Məhsul əkib bitmədiyiniz 7-ci ildə nə yeyək soruşanda bilin. 6-cı il üstünüzə elə bərəkət göndərəcəyim ki, torpaq 3 illik məhsul verəcək. 8-ci il əkin və köhnə məhsuldan yeyin. 9-cu il təzə məhsul yetişənə qədər köhnəni yeyin. Torpaq əbədi olaraq satılmaz, çünki torpaq mənimdir. Siz isə yanımda qərib və gəlməsiniz. Bütün mülkünüzdən sahə satanda onu geri satın alınma hüququnu saxlayın. Yanındakı soydaşın yoxsullaşıb mülkündən bir sahə satılmalıdırsa, onun yaxın qohumu o sahəni geri satın ala bilər. Geri satın alan qohumu yoxdursa, o soydaş sonra gücü satıb geri satın alınma məbləği tapsa, qoy satılan vaxtdan neçə illər keçdiyini hesablasın və qiymətin qalığını satdığı adama verib yenə öz mülkünə malik olsun. Əgər gücü çatıb bu məbləği tapmasa, sahəsi azadlıq ilinə qədər onu satın alan adama məxsus qalsın. Azadlıq ilində isə qaytarılsın ki, satan adam yenə öz mülkünə malik olsun. Bir adam qalalı şəhərdə olan yaşayış evini satarsa, onu geri satın alma hüququ satdığı gündən 1 il müddətinə qüvvədədir. Bir adam qalalı şəhərdə olan yaşayış evini satarsa, onu geri satın alma hüququ satdığı gündən 1 il müddətdə qüvvədədir. Satan adam evi geri satın ala bilər. Amma əgər bütöv il tamamlanacaq, o adam evi geri satın ala bilməsə, qalalı şəhərdəki ev onu alana məxsus həmişəlik nəsildən nəslə qalsın. Bu azadlıq ilində qaytarılmaz. Ətraf qala divarı olmayan kəndlərdəki evlər isə
torpaq sahələri kimi sayılsın. Onları geri satın alma hüququ olsun və azadlıq ilində qaytarılsın. Lakin Levilər özlərinə aid şəhərlərdə mülklərini satdıqları evləri daima geri satın alma hüququna malik olsunlar. Levililərdən birinin mülkü satdığı və geri satın almadığı şəhər evi azadlıq ilində ona qaytarılsın. Çünki Levililərin şəhərlərindəki evlər onların İsrail övladları arasındakı irsdir. Onların şəhərlərinin ətraf otlaqları isə heç satılmamalıdır. Çünki bunlar Levilərin ayrılmaz mülküdür. Yanındakı soydaşın yoxsullaşıb özünü təmin edə bilmirsə, ona yardım et. Qoy o sənin yanında ya deli ya gəlmə kimi yaşasın. Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin. Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün yemək ver. Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb mənəm. Yanındakı soydaşın yoxsullaşıb səni özünü qul kimi satarsa, ona qulun ağır işini gördürmə. Qoy o yanında muzlu işçi yaxud gəlmə kimi olsun. O azadlıq ilindək yanında işləsin. Sonra uşaqlarla birlikdə səndən ayrılıb ailəsinin yanına, atalarının mülkünə qayıtsın. Çünki İsrail övladları mənim Misir torpağından çıxartdığım qullarımdır. Buna görə də onlar qul kimi satılmasınlar. O soydaşına sərt ağalıq etmə. Allahından qorx. Qullarınız və kənizləriniz ətrafınızdakı millətlərdən olsun. Siz onlardan nökər və qarabaş geri satın ala bilərsiniz. Aranızda yaşayan gəlmələrdən və onların ölkənizdən doğulmuş ailə üzvlərindən də geri satın ala bilərsiniz. Bunlar sizin mülkiyyətiniz olacaq. Siz özünüzdən sonra bunları oğullarınıza əmlak kimi vəsiyyət edə bilərsiniz və onlar oğullarınızın mirası olub həyatı boyunca iş görəcəklər. Ancaq İsrailli soydaşlarınız arasında heç kim soydaşdan sərt ağalıq etməsin. Yanındakı soydaşın yoxsullaşıbsa, qonşuluqda yaşayan pulu olan bir yadelli ya da gəlməyə, yaxud onun ailə üzvünə özünü qul olaraq satarsa, satıldıqdan sonra onu geri satın alma hüququ var. Qardaşlarından biri onu geri satın ala bilər. Əmisi ya da əmisi oğlu da onu geri satın ala bilər. Ailəsindən hər bir yaxın qohumu da onu geri satın ala bilər. Öz gücü çatanda o adam özünü geri satın ala bilər. Qoy bu adam ağası ilə özünü satdığı ildən azadlıq ilinə qədər muzlu işçinin iş müddəti kimi hesablaşsın və illərin sayına görə qiyməti qoyulsun. Əgər illərin sayı hələ də çoxdursa, o buna görə geri satın alınmanın qiyməti olaraq satın alındığı məbləğin böyük bir hissəsini ödəsin. Lakin əgər azadlıq ilinə az qalırsa, o müddətə görə hesab edərək geri satın almanın qiyməti olaraq az ödəsin. Yəni ilbəil muzlu işçi kimi ağası ilə hesablaşsın. Qoy ağası da sənin gözün qarşısında ona sərt ağalıq etməsin. Əgər o adam bu yolla geri satın alınmamışdırsa, azadlıq ilində uşaqları ilə birgə azad olsun. Çünki İsrail övladları mənim qullarım, mənim Misir torpağından çıxartdığım qullarımdır. Allahınız Rəbb mənəm. Allaha itaətin bərəkətləri. Özünüzə büt düzəltməyin. Oyma büt yaxud sütun qoymayın. Ölkənizdə yonulmuş daş qoyub səcdə etməyin. Çünki Allahınız Rəbb mənəm. Şənbə istirahət günlərimə riayət edin. Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb mənəm. Əgər qaydalarımla yaşayıb əmrlərimə səylə əməl etsəniz, sizə mövsümündə yağış göndərəcəyəm ki, torpaq öz məhsulunu ağaclar ilə meyvələrini versin. Sizin xırmanınız o qədər bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək. Üzümünüz o qədər bol olacaq ki, onun yığılması əkin vaxtına qədər davam edəcək. Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız. Ölkənizə sülh verəcəyəm. Yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam. Müharibə üzü görməyəcəksiniz. Düşmənlərinizi qovacaqsınız. Onlar döyüş zamanı qarşınızda həlak olacaqlar. Beşiniz 100 adamı, yüzünüz 10.000 adamı qovacaq. Düşmənləriniz döyüş zamanı qarşınızda həlak olacaqlar. Mən sizə çevirəcəyəm. Sizi artırıb çoxaldacağam. Sizinlə olan öz əhdimi yerinə yetirəcəyəm. Saxladığınız məhsul bütün il boyu sizə çatacaq. Yeni məhsula yer tapmaq üçün köhnəni boşaltmalı olacaqsınız. Üstəlik mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm. Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam. Siz isə mənim xalqım olacaqsınız. Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb mənəm. Allahdan uzaqlaşmanın cəzası.
Amma əgər mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz, əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, mənim bütün əmrlərimə əməl etməyib əhdimi pozsanız, mən sizə bunu edəcəyəm. Göz çıxaran və qəlbi sıxan fəlakət verəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz. Düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək. Üzümü sizdən döndərəcəyəm. Düşmənlərinizin qarşısında məğlub olacaqsınız. Yağılarınız üzərinizdə hökm sürəcək. Sizi qovan olmasa da qaçacaqsınız. Əgər buna baxmayaraq yenə də mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi 7 qat artıq tənbih edəcəyəm. Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam, başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunç kimi edəcəyəm ki, qüvvətiniz tükənsin, nə torpağınız məhsul, nə də ağaclarınız meyvə verəcək. Əgər mənə qarşı çıxıb sözlərimə hələ də qulaq asmaq istəməsəniz, mən sizə günahlarınıza görə 7 qat artıq bəla göndərəcəyəm. Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm, onlar övladlarınızı öldürüb ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq. Əgər bunlardan ibrət dərsi almayıb mənə qarşı çıxmaqda davam etsəniz, mən də sizə qarşı çıxacağam və günahlarınıza görə yenə də 7 qat artıq cəzalandıracağam. Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşsəniz, çörəyinizin kökünü kəsəcəyəm. 10 qadın bir təndirdə çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq. Siz isə yeyib doymayacaqsınız. Əgər siz bundan sonra da mənə qulaq asmasanız və mənə qarşı çıxsanız, bu dəfə mən də sizə qarşı qəzəblə çıxıb günahlarınıza görə 7 qat artıq tənbih edəcəyəm. Oğul və qızlarınızın ətini yeməyə məcbur olacaqsınız. Səzdəgahlarınızı məhv edib buxur qurbancaqlarınızı yox edəcəyəm. Bütlərinizi devirəcəyəm və meyitlərinizi o bütlər üstünə sərəcəyəm. Sizi rədd edəcəyəm. Şəhərlərinizi xaraba qoyacağam. Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul etməyəcəyəm. Mən ölkənizi elə viran qoyacağam ki, oranı işğal edən düşmənləriniz baxıb dəhşətə gəlsinlər. Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək. O zaman ölkə viran qalacaq. Siz isə düşmən torpağında yaşayacaqsınız. Bütün bu vaxt ərzində ölkə dinslik illərini qeyd edəcək. Yalnız o vaxt ölkə dinslik illərini qeyd edərək şadlanacaq. Orada yaşadığınız dinslik illərində görmədiyi dinsliyi ölkə viran qalan bütün müddət ərzində görəcək. Düşmən ölkələrində sizdən sağ qalanların ürəklərini elə cəsarətsizlik salacağam ki, onlar hətta küləkdən tərpənən yarpağın xışıltısından qorxub qaçacaqlar. Onları qovan olmasa da müharibədən qaçan kimi qaçıb yıxılacaqlar. Büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq. Düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq. Millətlər arasında həlak olacaqsınız. Düşmən torpağı sizi udacaq. Sizdən sağ qalanlarsa düşmən ölkələrində həm öz günahlarının cəzasını, həm də atalarının günahlarının cəzasını çəkib çürüyəcəklər. Amma özlərinin və atalarının günahlarını, mən xainlik etdiklərini və mənə qarşı çıxdıqlarını etiraf etsələr, buna görə mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam. Çıxdıqlarını etiraf etsələr, buna görə mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam. Daş ürəkləri yumuşalıb günahlarının əvəzini ödəsələr, o zaman mən də Yaqubla, İshakla və İbrahimlə bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam. Bu torpaq onlar tərəfindən tərk ediləcək. Onlarsız boş qalıb şənbə istirahəti edib şadlanacaq. Onlar isə öz cəzalarını çəkəcəklər. Çünki mənim hökmlərimi rədd edərək qaydalarıma nifrət etdilər. Bütün bunlara baxmayaraq düşmən ölkəsində yaşadıkları zaman onlara xor baxıb rədd etməyəcəyəm. Beləcə mən onları məhv edib bağladığım əhdimi pozmayacağam. Çünki onların Allahı Rəbb mənəm. Mən onların əzablarını başqa millətlərin qarşısında onların Allahı olmaq üçün Misir torpağından çıxaran vaxt bağladığım əhdimi xatırlayacağam. Rəbb mənəm. Bunlar Rəbbin özü ilə İsrail övladları arasında Sina dağında Musa vasitəsilə verdiyi qaydalar, hökmlər və qanunlardır. Rəbbə təqdimlərin gətirilməsi. Rəbb Musaya dedi, İsrail övladlarına söylə, insanları Rəbbə həsr edən adam əhdini bu dəyərlərinə görə ödəyə bilər. Müqəddəs yerdəki şekelin ölçüsünə görə 20 yaşından 60 yaşına qədər kişinin dəyəri 50 şekel gümüş, qadının dəyəri 30 şekeldir. 5 yaşından 20 yaşına qədər oğlanın dəyəri 20 şekel, qızın isə 10 şekeldir.
1 aydan 5 yaşa qədər olan oğlanın dəyəri 5 şekel gümüş, qızın dəyəri isə 3 şekel gümüşdür. 60 yaşından yuxarı olan kişinin dəyəri 15 şekel, qadının isə 10 şekeldir. Əgər əhdinə əməl edən adam belə dəyəri ödəmək üçün çox kasıbdırsa, qoy həsr etdiyi adamı kahinin önünə gətirsin ki, kahin onu qiymətləndirsin. Əhdinə əməl edənin gücü nəyə çatırsa, kahin onun qiymətini təyin etsin. Əgər bir nəfər Rəbbə qurban gətirilən heyvanlardan birini həsr etsə, bunlardan Rəbbə verilən hər baş heyvan müqəddəs sayılır. O adam heyvanı dəyişdirməsin, nə pisi yaxşı ilə, nə də yaxşı pislə əvəz etməsin. Nə pisi yaxşı ilə, nə də yaxşını pislə əvəz etməsin. Əgər o heyvanı dəyişdirirsə və dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılsın. Əgər Rəbbə qurban gətirməyə layiq olmayan hər hansı murdar heyvanlardan birini həsr etsə, qoy heyvanı kahinin yanına gətirib ona göstərsin. Kahin onu yaxşı ya pis olduğuna görə qiymətləndirsin və dəyəri onun təyin etdiyinə görə olsun. Əgər heyvanı həsr edən onu geri satın almaq istəsə, qoy o dəyərinə 5də 1-i qədər əlavə edərək ödəsin. Bir nəfər öz evini müqəddəs təqdim kimi Rəbbə təqdis edəndə, kahin evi yaxşı ya pis olduğuna görə qiymətləndirsin. Qiymət kahinin təyin etdiyi kimi qalsın. Əgər o adam evini geri satın almaq istəsə, qoy o qiymətə görə 5də 1-ni əlavə edərək ödəsin və ev ona qaytarılsın. Əgər bir nəfər mülki olan tarla sahəsini Rəbbə təqdis edirsə, oraya əkilən toxum miqdarına görə 1 xomer arpa əkilən tarlanın qiyməti 50 şekel gümüş olsun. Əgər o adam tarlasını azadlıq ilindən başlayaraq təqdis edirsə, bu dəyər olduğu kimi qalsın. Əgər tarlasını azadlıq ilindən sonra təqdis edirsə, kahin onunla qiymətini sonraki azadlıq ilinə qədər qalan müddətə görə hesablaşsın və dəyəri belə aşağı salınsın. Əgər tarlanı təqdis edən adam onu geri satın almaq istəsə, qoy o gümüşə görə dəyərinə 5də 1-ni əlavə edərək ödəsin və tarla ona qayıtsın. Əgər tarlanı geri satın almadan başqa birinə satarsa, sonra onu heç vaxt geri satın ala bilməz. O tarla azadlıq ilində azad olanda həmişəlik həsr olunmuş bir tarla kimi Rəbb üçün təqdis edilmiş sayılsın, kahinin mülkü olsun. Əgər bir nəfər öz mülkü olmayaraq satın aldığı bir tarlanı Rəbbə təqdis edərsə, qoy kahin onunla azadlıq ilinə qədər dəyərini hesablasın. O adam həmin gün qiyməti Rəbb üçün təqdis edilmiş bir şey kimi versin. Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın. Bütün dəyərlər müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel 20 geraya bərabərdir. Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər malqara, istər qoyun keçi olsun, onlar Rəbbindir. Əgər murdar heyvanın balası olsa, onu gətirən adam ümumi dəyərinə 5də 1-ni əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa, dəyərinə satılsın. Bir nəfərin öz əmlakindən istər adam, istər heyvan, istər mülki olan tarla sahəsi olsun, Rəbb üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir. Məhv edilməyə həsr olunmuş heç kəs geri satın alınmamalıdır, hamısı öldürülməlidir. Torpağın məhsulundan, onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və onun üçün təqdis edilir. Əgər bir nəfər öz onda bir hissəsini geri satın almaq istəsə, qoy qiymətinə 5də 1-ni əlavə edərək ödəsin. Bütün malqaradan, qoyun keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər 10-cu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın. Qoy heyvan sahibi heyvanlara yaxşı yaxud pis fərq qoyub baxmasın. Birini o biri ilə dəyişdirməsin. Əgər o belə dəyişdirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılıb geri satın alınmamalıdır. Bu Rəbbin Musaya İsrail övladları üçün Sina dağında verdiyi əmrlərdir.